Yine maraqlı bir sual. Verilenler lövhədədir. Diqqətlə baxsın, hər şey yazılıb. Biz buradan bunu tapmaq üçün birinci nəyi bilməliyik? fx funksiyasını. Fx funksiyasını tapmaq üçün də 2 kısmı 3'e 1 t desək, buradan almış oluruq x bərabərdir t üstə gəlinsin 3 bölünsün 2. Deməli onda ft'miz bərabər olacaq. Gətirib yerinə yazsam 4 üstündə 2 vurulsun. T üstə gəlinsin 3 böl 2 üstə gəlinsin 3 və beləcə alırıq. Ft bərabərdir t üzərinə gəlinsin nə? 6. Bizdə istəyək tərs funksiyasının 16'ya bərabər qiymətini hesablayaq. Biz bu 16'ya bərabər qiymətə bir a desək tərs funksiyanın. Biz bilirik ki, tərs funksiyanın təyin oblası funksiyanın nəyinə bərabərdir? Qiymətlər oblasına. Onda 4 üstündə a üstə gəlinsin 6 bərabər olmuş alırıq nəyə? 16'ya. 16'mız da 4'ün kvadratı olduğuna görə və beləcə gördüyümüz kimi a üstə gəlinsin 2'miz nə? 6'mız nəyə bərabərdir? 2'yə və beləcə alırıq a bərabərdir -4, o da bərabərdir f -1 üstü nəyə? 16'ya. Bu qədər sağ olun.